Salam, mən Rauf Kazımov, həkim uroloq. Bugünkü mövzumuz kişi cinsi hormonu testosteronun aşağı olduğu durumlarda kişi orqanizmdə rast gəlinə bilən bəzi dəyişikliklər barəsindədir. Birinci dəyişiklik izafi pi ehtiyatının yığılmasıdır. Bu, maddələr mübadiləsinin testosteronun aşağı olması fonunda pozulmasına bağlıdır. Nəticə etibarilə əsasən qarnın ön divarında olmaq şərti ilə pi toplanmağa başlayır. Başqa bir dəyişiklik yuxusuzluqdur. Belə kişilər testosteronun aşağı olması fonunda yuxuya getməkdən əziyyət çəkirlər. Onlar yaxşı yuxu yata bilmədiklərinə görə bütün gün ərzində yuxusuz qalmalarının altını çəkirlər. Burada digər dəyişikliklərdən də söhbət gedir. Bu dəyişikliklərdən biri əhval-ruhiyyənin pozulmasıdır. Testosteronun aşağı olması fonunda kişilər qıcığa qarşı çox həssas olurlar. Onlar depressiyaya meyilli olurlar, stressə meyilli olurlar və s. Və nəhayət kognitiv funksiyaların pozulması, belə ki, onlar diqqətlərini cəmləşdirməkdə əziyyət çəkirlər. Hər hansı bir oxuduqları informasiyanı yadda saxlamaqda əziyyət çəkirlər. Yəni, onlarda yaddaş pozulmaları və öyrənməkdə əziyyət çəkirlər. Yeni informasiyanın öyrənilməsi testosteronun aşağı olması fonunda çox çətin mənimsənilə bilir.